Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol severlər. Premier Liga 4-1-in cavab oyunu maraqlı bir görüş bizi gözləyir. Green Bay və Mərcan kollektivlər üzlədi. İlk oyunun nəticəsi Green Bay'in məhz 5-2'lik qalibiyyəti ilə yekunlaşmışdı. Görə ikinci cavab oyununda bizi nə gözləyir? İlk həmlə və gol! Fərq bir qədər də artır. 2 dəqiqədə gol gəldi. Libala topu torlara yollamıştı. 1-0. Hesabısı artık 6-2 oldu. İlk oyundan fərqli olaraq mən Mərcanın heyətində bir rotasiya görürəm. İlk oyunda olmayan oyuncular var bu arada. Daha bir həmlə və gol! Libala Eşimovun ötürməsində tamamlamağı bacardı. Ekrəmin müdaxiləsi yetersiz kalır. Libala komandasının özünün ikinci goluna imza attı. 2 cavabsız gol. İki dəqiqə içində 2 gol izlədik. Bir daha xatırladıran Premier Liga'nın 4-1'in cavab oyunudur bu. Green Bay və Mərcan kollektivlər üzləşirlər. İlk oyun nəticəsi Green Bay'in 5'lik qələbəsi ilə yekunlaşmışdı. Bu oyunda da onların 2-0'lık üstünlüğü var. Rəqibin qalan ümidlərində qırmağa davam edirməz. Green Bay kollektivi. Ədalət təmsil Mahir Alferino qayda pozuntusu qeydə aldı. Simana qarşı qayda pozulmuşdu. En azından referiyə görə belədir. Yegənlər bizi xoş gördük. Yəni yayımı baxanların ekran bəyənməsindən daha çox olmağı maraqlı məqamdır. Zəhmət olmasa bəyənək, paylaşaq, zəhmət olmasa. Aşağıda da rız görən bəyənənlər var. Sizlərə ayrıca minnətdarım. Nə sualınız varsa da yazın. Mən də hər birini cavablandırmağa hazıram. Vüsal Cəlili. Cavid Aşımov mane olmuşdu. Fuat bir aldadıcı cəhət Asimanı keçə bilmədi. Asiman zərbə. Son anda deyəsən bir toxunuş var idi. Kapitan Nizat müdaxilə etməyə bacarmışdı. Korner. Ötürməklə başladılar. Asiman zərbəsi keçmədi. Top meydandadır. Mübarizə davam edir. Nizat, Fuat. Samir Aliyev təzyiq etdi rəqibinə. Fuat. Kapitan oynadı. Nizat bir aldadıcı cəhət. Asiman'da qaldı top. Asiman. İşte sol ayağına zərbə. Keçmədi qapının önündə. Sanki ətdən canlı səd quruldu. Ekrem. Elçin Aliyev. Elçin Çuvarov. Asiman. Cavid Əşimov qaydanı pozmuşdu. Təhlükəli bir nöqtədən cərimə zərbəsi. Standart vəziyyət izləyici bir daha xatırladıram. Premier Liga'da Koroğlu Spor serdə baş tutur. Premier Liga'nın 4-1'in cavab oynuyordu. İlk oyunun nəticəsində Green Bay 5 hesab ilə qələbə qazanmışdı Mərcan önündə. Bu görüşdə də məsələ qalib tərəfin 2-0'lık üstünlüyü var. 2 cavabsız gol var. Görüşdə məhz 2 golun ikisində müəllifi Libala olub. Onda xatırlatmasını edə yeri gəlmişdi. Standart vəziyyət 2 nəfərdən ibarət canlı səd. Asiman zərbə. Fuat gövdəsi ilə zərbənin qarşısını kəsməyə bacardı. Qapısını sığortaladı. Yəqin ki almırlar. Zəhmət olmasa bəyənə bax. İsmail Əhmədov. Minnətdarım. 10 minədək bax sonra diyana bilərik. Nə sualınız olsa da yazın. Sadəcə səbirli olun. Belə fasilələr əsnasında mən də cavablandıracağım. Bəli, Koroğlu Sporsi. Nicat. Namid. Götürmək istəyir. Fuat. Fuat! Boşla zərbə. Çox baxımlı bir qola imza atır. Üç 0. İkimiz de yeni yerden sağ. Buna gideceğiz. Samir. Aliyevin ötürməsi keçmədi. Ricat.
Ötürmənin qarşısını kəsməyə bacarır. Sonda bu pul mükafatı var çempionatda, turnirdə. Koroğlu Spor Sevdi. Ekran bəyənənlər sağ olun, var olun. 10 minədə sonra deyənə. Elçin Aliyev. Təbii ki, belə olacağını yəqin ki düşünmürdülər. Əldəki heyətlər rotasiya ediblər. Yeni oyuncular qatılıb. Ən azından 5 dəqiqə içində 3 qol qapılarında gözləmirdilər. Hesab isə artıq 8-2-dir. Onların məğlubiyyətdən hələ ki 6 qol ayırır. Da xatırlatması idi Cavid Əşimov. İnam komandası 12-0 hesabı ilə qələbə qazanmışdı. Cavid taban ötürməsi yaxşı alındı. Əli Bala ötürməsini verməyə bacardı. Zərbə! Cavidanın zərbəsi izlədik. Top qapıdan aralı keçir. Qarşılaşmada 6-cı dəqiqə bitdi. 44 dəqiqə mübarizə davam etməlidir. Asiman ötürməsi Vüsal Cəlilib. Elçin Çuvarov. Elçin. Top meydanı tərk etməyib. Əli Baladan öncə Asiman müdaxilə etmişdi və top Asimandan meydanı tərk edir. Altın topa ilə daxil edilməlidir. Ara istə. 3 cavabsız gol var görüşdə, bəli. Get. Bir nəfər çıxsın. Vüsal Cəlilib. Amma eyni şey eləyir. Meydanın sol tərəfdə yaşıl formada Mərcan Klikası, sağ tərəfdə ağ formada isə Green Bay kollektivi çıxış edir. Green Bay ilk oyunu 5-2 hesabı ilə qazanmışdı. Bu görüşdə isə 3-0'lıq üstünlüklər var. Tam sizə izahlı şəkildə belə qeyd edim. Sabir. Biz oyna. Sağ eli. Karşıla tabii. Asimov. Ötürməsi Samir. Nicat var öndə görə necə yenidən Asimovla oynadı. Asimov sol ayaqla zərbə keçmir. Vüsal Cəlilib. Samir önü bağladı. Geri qayıtmaq olar. Burada təzyiq də var, amma qaydalar çərçivəsində deyil. Mahir Alfereno. Ferno məsələ epizoda yaxın idi və bu epizodu qayda pozu kimi dəyərləndirdi. Samir! Mərzan kollektivi tilsimi qırmaq istəyir. Belə ki, istədiyinə nail ola bilməyib. Elçin Aliyev. Kapitanla sarsı bugün ondadır. Elçin Çuvarov. Asiman ötürmə gözləyirdi. Bir ara ötürməsi bir-birlərinə başa düşmədilər. Əksim şansı ola bilər Cavid Əşimov. Elçin. Səmti dəyişdilər Asiman. Burada Vüsal Cəlli özünü təklif edirdi. Vüsal! Asiman ötürmədən narazı görünür. O da hərəkətlənmişdi, onu da düşünə bilərdi. Məsələ, bu etiraz bu yönümlüydü. Cavidan. Bu səmti dəyişdi. Bir ara ötürməsi. Ekran bəyənənlər sağ olun, var olun. Artıq 7700'dür. O nədə sonra deyəmək, nə sualınız olsa da yazın. Mən də hər birini cavablandırma hazıram etsin. Çuvarov deyə qalın, ötürməli bala ötürməni oxudu. Vüsal Cəlili, Asimal. Ay Mahir, bax da oyna Mahir. Sağ ol, Asimal burada fair play edir. Ayaq saxladı. Əli bala məhz yerdə qalmışdı, onun qalxmasını gözlədi. Asimal aldadıcı çəklər. Top eləməz, onun özünə meydan tərk edir. Nicatın müdaxiləsi sonrası. Hiç dəyişiklik baş tutur. İnam adına, daha doğrusu Mərzan adına. Vüsal Cəlli əvəzləndi. Elbrus Məhərramov meydandadır. Görə bu əvəz etmənin komandaya faydası olacaq mı? Elçin Aliyev. Adaşı da yanındadır Aliyev. Bir ötürmə istəyi Samir. 2 nəfərin ahitəsindən ötürmə verməyə bacardı. Çuvar burada. Fuadın təzyiq vardı. Məsələ bir qədər əvvəl baş zərbəsilə fərqlənmişdi. Fuad! Bu səfər alınmadı.
Premier Liga 4-də 1-in cavab oyunu. Bir daha xatırladıram. Green Pay və Mərcan kollektivləri üz-üzədir. Daha bir top etkisi Fuad taban zərbəsi keçmir. Bu arada Premier Liqanın növbəti sezon artıq start götürəcək. İndidən qeydiyyat başlayıb. Bir neçə komanda da artıq qeydiyyatdan keçib. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər mənə şəxsən yazmağınız kifayətli yönləndirəcəm. Turnir rəhbəri şəxsən özü suallarınızı cavablandıracaq. Bunda xatırlatmasını edək. Tək toxunuşlu ötürmələr Cavidən boşa çıxdı. Cavidan Əlibala. Ekrəmin müdaxiləsi vardı Fuad. Təkrar zərbə alınmır. Asima. Mərcan ana gerdən əmlə qurulacaq. Green Pay bu üstünlüklə, bu hesabla barışmaq istəmir. Məsələn, fərqi artıraraq rəqibin tam ümidlərini qırmaq üçün həmlələr edirlər. Elçin Aliyev. Samirdən öncə müdaxilə var idi Asimal. Əlibala top ələ keçirdi. Əlibala belə bir şansı boşa verdi. Onun üçün gözümüzü olsun artıq görüşdə dubl edib. Eybi yox, canın sağ olsun, eybi yox. İndi get sıx, al bu. Bir daha qeyd edirəm, turnirlə bağlı ətraflı məlumatı ancaq turnirin rəhbərindən ala bilərsiniz. Bunda kobudluq var, bəli. Refer deməllərin fikirdir. Nicat. Mərkəzə doğru ötürmə Fuad. Cıraqda komanda yolaşı ötürmək istəyirdi yenidən. Ötürmək keçmədi. Cavidan. Fuad. Əlibala ötürmək gözləyirdi amma Çinə daşıdı Fuad. Mərcan kollektivi təzyiq etməyə başlayıb Nicat. Namid ara ötürməsi ünvana çatmır Asiman. Elçin Çuvarov. Elçin zərbə və gol! Axır ki Mərcan kollektivi də tilsimi qırdı. Elbrus Məhərrəmov golun müəllifi olur. Məhz bir qədər əvvəl o meydana daxil olan zaman bu əvəz etmənin komandaya faydası olacaqmı deyə qeyd etmişdim. Özünü doğruldur. 1-3 oldu hesab, bir daha xatırladım. Green Pay 3. Mərcan klikası 1. Yəni bir dənə. Vərsinalov təşəkkür. Elçin Aliyev. Bu gol komandanı həvəsləndirə biləcəkmi? Tilsim qırılıb artıq onlar adına. Daha bir neçə gol izləyə bilərik mi? Elçin Aliyev. Bu arada Green Pay arada əvəz etmə başlayıb. Ruslan Allahverdiyev meydana daxil olur. İndi rəqibə təzyiq edən, pressing edən oyuncudur. Təzyiq öz bərəsini göstərdi. Ruslan zərbəcə Əkrəm yaxın küncünü bağlamağa bacardı. Allahverdiyev bitirmək istəyə keçmir. Daha bir köşkdən zərbə yeni cinatdan və yenidən. Eyni şeyi vurursun. Cina dəyişili Cavid Əşimov. Asimanın müdaxiləsi var idi. O topu da meydanda saxlama mümkün olmadı. Nicat. Komandaya başlayla oynadı. Geriyə doğru ötürmə Fuad. Nicat Cavid Əşimov. Samir topu rəqibini vurub meydandan çıxardı. Bura Koroğlu Sporserdir. Koroğlu Sporser. Gel siz oynayın. Kaçın. Ne adamsın böyle? Mərcan klikasında oyuncular arasında bir mübahisə, konflikt. Qeyri-dik ifadəyə görə mən üzr istəyim. Təbii ki, oyunun gərginliyini aqressiyasına vermək olar. Bir qədər başa düşüləndi. Fuad. Nicat. Təzyiq var Samirdən. Fuad.
Elbrusun müdaxiləsi. Ruslan o çatmaq istəyirdi Asimal. Qayda pozulub. Topa yıkılmıyor özü. Elçin Aliyev. İkisi də son 9 dəqiqə. Bunda xatırlatmasını edək. Hesabı 3-1-dir. Fuat zərbə dirəyə dəydi. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər mənə şəxsidən yazmağınız kifayətdir. Yönləndirəcəm. Turnir rəhbəri şəxsən özü cavablandıracaq. Bunu bir daha xatırlatmasını edirəm. Cavidin təzyiqi. İndi korner olacaq. Grempey adına zərbə çəkdi. Ruslan keçmədi. Asimal topu müdafiədən çıxarmaq lazımdır. Elbrusla bir-birlərinə başa düşmədilər. Namid aldaca cəhət. Qapçı soyuqqanlı və inamlıdır. Cavid Əşimov. Cavid zərbə çəkdi. Asimal zərbəni qarşısını kəsməyə bacardı Nicat. Samir araya girmişdi. Elçin Çubarov araya ötürməsi keçmir. Ruslanla Verdiyev. Fuat. Nicatı qatdı əmləyəm. Nicat ötürmə. Cavid Əşimov. Əkrəmin müdaxiləsi. Real qoldan komandasını xilas edir. Cavid bir qədər ayaq saxladı. Fuat zərbə alınmadı. Gəlin, Ruslan gəl. Əli bana hazırlaş ki. Elçin Çubarov. Heç kim yoxdur yollarda sakitə qal. Ruslan. Fuat. Dirək nə edəcək? Sol ayağını aldı. Zərbə. Daha bir dirək. Artıq onun ikinci zərbəsidir ki, dirəyə deyir. Aktivində qol var, fəkləməyə bacarıb. Və Koroğlu Sportser. Vüsal Cəlili, biz onu yenə meydanda görürük. Elbrus Məhrəmov zərbə. Namid uzandı. Koroğlu Sportser. Qardaşlar, sualınızı yazanda bir qədər səbirli olun. Cavid Əşimov. Rəqibin səhvini bağışlamır. 4-1. Niye vurmuşsunuz zamanda? Grempey 4. Mərzan Klinkası 1. Hesab isə 9-3. Onu xatırlatmasını edək. Grempey 6 fərqlə üstündür. Samir Aliyev. Sol cəldən öncə Caviddən ötürməni Xudara girdi. Ara ötürməsi Əli Bala. Cavid Əşimov. Ay Cavid. Gel geçeyse. Əkrəm, Vüsal Cəlili qarşısında Caviddən var. Rəqibini keçə bilmədi, amma top kollektivdə komandasında qaldı. Elbrus Məhrəmov. Onun ötürməsi ünvana çatmır. Nicat. Əli Bala. Caviddən. Tək toxuşlu ötürmələr izlədik. Samir. Bəmlələrdən birini qarşısını kəsməyə bacardı Samir. Bir aldacı cəhət. Müdafiədə geri çəkilib. Vüsal Cəlili qayda pozulub. Bu arada fallar sayı 5 olacaq. Bir fal qapiometrli birbaşa zərbə deməkdir. Olur ki, ikisindən sonuna qədər aidiyyatda daha diqqətli olmalıdır. Grempey kollektivi. Buna xatırlatmasını edək. 6 fal qapiometrli birbaşa zərbədir. Standart vəziyyəti izləyək. Asiman. Topun arxasında 2 nəfərdən ibarət canlı səd var. Namid qapısında diqqətdir. Görək bu standart vəziyyət necə yerinə yetiriləcək. Yes. Yine bırak. Yaşını darları yap. Vüsal Cəlili. Daxilə Cavidandan korner. Daha bir standart vəziyyət. Davan ötürmək 80 olacaq Əli Bala. Samir çox kritik yerində müdaxilə. Samir Aliyev. Ara ötürməsi Asimana çatmadı. Samir!
Zərbə imkan vermədilər. Vüsal Cəlili, amma bu ötürmədi. Səhvli qəlbə yaxud uğurlu alınmadı. Bir daha sarı ver. Elbrus Məhərrəmov. Topun rəqibə çatmasına imkan vermir. Vüsal Cəlili. Elçin Aliyev. Bu dəqiqələrdə daha çox həmlələr, cəhdlər quran tərəf Mərcan kollektividir. Asimanın zərbəsi keçmədi Nicat. Nicat yerdə qaldığı üçün Asiman fair play etdi. Top meydandan çıxardı. İndi Sağ ol, sağ ol. Yok gönder Gagaş, size gönderdim. Ha oynayın. Söp, oynayın. Hepsi özüm de hepsi. Hepsi sen emin ol, adı tutuyor, hiç şey yok. məhz Qilipeyə qapısı da fair play olaraq fair play cavab olaraq topu rəqibə geri qaytarmışdı. Elə gəliblər kredi verməyə cəmaatın başına oynaçılara çıxın gedin də. Gözlüyün o Gagaş. Hesab 4 verdi. Orta. Green Pay 4. Mərcan 1. Üçümüz. Fuat. Fuat özüm bu. Onları ötürmüş özüm bu. İki hissədə son 3 dəqiqə. Bunu xatırlatmasını edək. Hesabda fərqlə 3-ə bərabərdir. Asimal. Vüsal Cəlili. Samir Əliyev. Asimal. Çıxarma bazarda yaxşı ötürmələr izlədi. Asimal. 3 nəfərin əhatəsinə görə nə edəcək? Topu çıxardı amma özü eləyə bilmir. Əli Bala. Ara ötürməsi Vüsal. Üçümüz de orada. Bir uzun ötürmək isə Asimana doğru. O da əmli etdi amma alınmadı. Namid. Ahileti de gel. Cavid Əşimov. Bir aldadıcı cəhət. Ayaq saxladı. Elbrus təqib edir rəqibinə Cavid. Cavid anı qat əmləyə. Əli Bala. Fuat. Əli Bala. Ötürməsi Cavid Əşimov. Cavid bir qədər gözlədi. Zərbə. Gözləmədən də zərbə indirmək olardı. Samir Əliyev. Diaqonlu ötürmə. Müdafiədə aynamlıdır. Fuat. Elbursun əmləsi var idi. Asiman. Bizdə. Hayır. Alperino məhz korner işarədir. Topun son olaraq Trepe oyuncularına meydanı tərk etdiyini qeyd etdi. İçəri qazanan top Elbursa imkan vermədilər. Elbrus Məhərrəmov komandası adına fərqlənən yeganə oyuncudur. Daha bir əmlək keçmir. Cavid Əşimov. Cavid topla irələdi. İtirmə keçmir orada. Vüsal Cəlili onun itirməsinin qarşısını kəsməyi bacardı Cavid. Yenidən qazanır Əşimov. Aldadıcı cəhdlər. Əylasa. Cavidan Əkrəm. Fuat. Bir ara ötürməsi. Grimpeyin yeni əmləsi. Cavidan. Oy. Ayağı. Referinin bu epizodda qərarı nə yolda olacaq? Hayvan da iştirak edir. Sen ama bu iş
straf versən mən geyəcəm. Heç bir qayda pozuntusu qeydə almadı. Oynadı o birisi komandanında. Mən bilirəm, gördüyünüz uşaqlar idi. Orada məhz istənilən vaxtı kompensasiya edir referi. Görüşün ilk hissəsinin vaxtı bitib. Bəli, indi artıq Ədalət təmsil ilk hissəni bitirdi. Green Bay kollektiv fasilə 4-1 hesabı ilə öndə yollanır. Rəqib Məcən klinikası önündə. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.